İbn Daqiq Əl-İd, Allah ona rəhmət eləsin, o da böyük alimlərdən olub. Deyir ki, müsəlmanların irzləri oddan olan çuxurlardan bir çuxurdur. Müsəlmanların irzləri oddan olan çuxurlardan bir çuxur. Yəni kimsə müsəlmanın irzinə toxunursa, elə bir ki, özü üçün cəhənnəm odunda çuxur qazır. Allah bilir. Müsəlmanın irzi, namusu, şəxsiyyəti, qanı, malı digər müsəlmanlara haramdır. Müsəlmanın qeybətini eləmək olmaz. Müsəlmanı təhqir etmək olmaz. Müsəlmanı söymək olmaz. Müsəlmanı vurmaq olmaz. Haqqına girmək olmaz. Məzlum olsan da belə sənə ravac vermir ki, sən məzlum olduğun halda kiməsə zülm eləyəsən. Adam var, məzlum olduğu halda sönür zalim olur. Niyə? Sənə zülm edib, bu da din edib, mən də deyir, bunun müqabilində buna zülm eləyəcəm. Bu bunu söyübsə, bu da bunu söyür. Bu bunu vurubsa, bu da bunu vurur. Bu bunu alladıbsa, bu da bunu alladır. Deyək ki, bu bunun qeybətini edir, bu da onun qeybətini edir. Nəmmamlıq edir və s. və ilaxır. Olmaz. Oddan çuxurdur. Müsəlmanın irzine toxunma olmaz. Müsəlmanın qanı, malı, canı digər müsəlmanlara haramdır. Üç şeydən başqa da bilirsiniz, məruf hədisdə gəlir. Qisas olanda, deyək ki, qətildə qisas olur. Sonra zinakarın cəzası, həmçinin dindən dönənin cəzası. Qalan hallarda müsəlmanın malı da, canı da, digər müsəlmanlara qanı da haramdır. Və hədisə keçir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, müsəlman o kəsdir ki, onun dilindən və əlindən digər müsəlmanlar salamat qalır. Əgər bizim əlimizdən, dilimizdən müsəlmanlar salamat qalmırsa, bizim müsəlmançılığımız necə bir kamil müsəlmançılıq ola bilər, qardaş? İnsan gərək qəlbi də, əli də, digər müsəlmanlar, dili də digər müsəlmanlara qarşı salamat olsun. Vallahi, yəni kimin danışmaq bizə heç bir şey verməyəcək. Kimisə təhqir edib, vurub söymək, vallahi bizə heç bir şey qazandırmır, Allah hamd olsun. Əksinə həm Allahın qatında, Allah yanında, həm də insanların yanında gözdən düşürsün. Yəni hamı sənə belə eləyəcək, bir zalim kimi baxır, ehtiyat edəcək, sabah məni də vuracaq, məni də söyəcək, məni də qeybətimi eləyəcək. Çünki müsəlmanlar daima bir-birinə nəsihət eləsinlər, səhvləri düzəltmək lazımdır. Mən demirəm kəsib ataq hər zalimi, hər xatıkarı, yox. Sadəcə olaraq səhvləri düzəltmək lazımdır, nəsihət eləmək lazımdır. Gördün kimsə, məsələn, ati danışır bir müsəlman haqqında nəsihət edər, başa sağ. İnsanlıqda hamımız unuduruq. Bir-birimizə gərək xatırladaq. Baxın, Süfyan, Allah ondan razı olsun, Süfyan İbn Hüseyin, bunun hamısı sələflərdəndir, bu misallar gətirirəm. Süfyan İbn Hüseyin deyir ki, mən İyəs İbn Muaviyyənin yanında bir kişini pis zikr elədim. Yəni filan kəs belədir, belədir, belədir. Üzümə baxıb mənə belə dedi. Dedi ki, sən Rumluların üzərinə yürüşə getmirsən, yəni hücuma getmirsən, döyüşmürsən, cihad eləmirsən Rumlularla. O vaxt, yəni Rumlar nəsranilər. Dedim, xeyr. Dedi, bəs Sindlilər, Hindlilər, Türklərlə vuruşmursan, onların üzərində yürüşə getmirsən, Sind, Hind, Hindistan bölgələridir. Türklər də o vaxt müsəlman deyildilər. Dedim ki, xeyr. Dedi ki, Rumlular, Sindlilər, Hindlilər, Türklər səndən salamat qaldılar. Bəs müsəlman səndən niyə salamat qalmadı? Yəni, bir kafirin burnunu qanamayıb sənin əlindən, amma bu qədər müsəlmanlar sən birini söyürsən, birinin qeybətini edirsən, birini təhqir edirsən, yəni biri haqqı namusuna göz tikirsən, irzindən göz tikirsən, bu nə olan şeydir? Bu nə deməkdir? Kafirlər deyir, səndən salamat qaldı, amma bir müsəlman qarşı səndən salamat qalmadı. Bu necə olur? Deyir, o vaxtdan bəri deyir, bir daha deyir, bu əmələ qayıtmadı. Başa düşdük, səhv edir. Bir adam müsəlmandırsa, qardaş, xüsusən, yəni əhl-i sünnətdirsə, qeybətdir, nəmmamlıqdır, təhqir etməkdir, haqqında pis danışmaqdır, düşmənçi, ədavət bizə yaraşmır. Yəni, bıraq hər şey öz axarına. Bağışlasan nə gözəl, əff etmək ən gözəl vəsifdir, vallahi. Əff etmək, bağışlamaq ən gözəl vəsifdir. Bacarmırsansa, ən azından dilimi qoru, sakit dur, danışma. Danışma, hamının eybi var. Kimin eybi yoxdur, qardaş? Burada adam var ki, onun eybi olmasın. Kimin eybi yox, xatası yoxdur, qardaşım. Yoxsa kim? Burada elə bir adam var mı, qardaş? Hər birimiz xatamız var, nöqsanlarımız var, eybimiz var. Düzdürmü, qardaş? Birdən bunlar üzə çıxsa nə olar bizdə də? Yox, bax, Məlik ibn Ənəs. Baxın, görün, Məlik ibn Ənəs nə deyir? Deyir ki, bu bölgədə elə bir insanlar gördüm ki, hansı bölgədə? Mədinədə. Çünki Mədinə şəhərinin imamı olub, alimi olub. Bu bölgədə elə bir insanlara rast gəldim ki, elə bir qövmlər gördüm ki, onların eybləri yox idi. Lakin onlar insanların eyblərini danışmağa başladılar və onların da eybləri oldu.
Adamın günahı belə deyək də, eybi yox, nöqsan yox. Nə olsa da gizlini də Allah aşkar eləməyib də, gizlini saxlayıb. Lakin bu cəmaatın eybi ilə məşğul olmağa başladı, danışmağa başladı. Allah da onun eyblərini üzə çıxartdı. Və deyir, elə bir insanlar gördüm ki, deyir, onların deyir, eybləri var idi. Lakin onlar digərlərin, digər insanların eyblərini danışma da sustular. Allah da onların eyblərini insanlara unutturdu. Subhanallah. Deməli, əl-cəzəu min cinsil əməl. Cəza əməlin cinsindəndir. Sən nə edəcəksənsə, bax, qarşı o da gələcək. O bir misal verir, bizdə atalar sözü. Dilinə tökərsən aşığa, o da çıxar qaşığı var. Danışma, sənin haqqında danışmasın, qardaşım. Eybləri açma, sənin eybi açmasın. Bırax axarına. Allah təvəkkül elə, Allaha sığın. Əff etməyə bacarsan nə gözəl, bağışla, əff elə. Məzlumsan, heç nə. Məzlumun duasının Allah arasında heç bir pərdə yox. Ən azından dua eləsən, düzdürmü, qardaş? Zalıma qarşı. Əff eləsən nə gözəl, kesə bilsən nə gözəl. Bundan gözəl vəsf yoxdur bir mömin üçün. Niyə? Çünki aramızda günah etməyən insan var mı, qardaşım? Bugün Xaliqə, Allaha aşiq olmayan aramızda insan var. Nətər olur, biz rəhimli, mərhəmətli Allahdan əff, məğfirət umuruq. Lakin kimsə mən xətrimə dəyəndə mən keçə bilmirəm. Niyə? Sən Xaliqdən, rəhməndən, Allahdan üstünsən, qardaş. Allahın haqqına girəndə, Allahdan bağışlamaz deyirik, Allahım məni bağışla, rəhm et. Amma kimsə mənim xətrimə dəyəndə, mənim haqqıma gəldi, mən keçmək istəmirəm. Niyə? Onda Allah da sənə keçməsin. İbn Teymiyyə bu mənada sözləri var. Yəni, insan əgər günah edirsə, Allahdan əff edir, düzdürmü? Sən də bağışla ki, sənə qarşı daşanlara, Allah da səni bağışlasın. Amma Allahın əffinə istəyir. İnsanlar da sənin əffini istəyir, sən bağışlayasan, keçəsən. Sən keç, Allah da sənə keçəcək. Ona görə rivayətdə necə gəlir hədisdə? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, rəhm edin ki, rəhm olunasınız. Düzdür, yoxsa yox? Keç, vallahi Allah səni keçəcək. Həmçinin bax, Muhammed ibn Sirin gör nə deyir? Bir nəfərdir, onun yanında Həccac ibn Yusufu söyür. Həccac ibn Yusufu tanıyırsınız da, Əməvi xəlifələrində zalim bir sərkərdə olur. Ordu başçısı olur, general, belə deyək də. Görürsən kimləri öldürüb, sahabələrdən öldürdüyü olub, düzdürmü? Tabeinlərdən və günahsız sıravi müsəlmanlardan nə qədər qanlar töküb, var da zalim birisi. Muhammed ibn Sirin'in yanında bir nəfər onu söyür. O da dünyasını dəyişib. Qayıdıb deyir ki, ey filan kəs, ay kişi, sakit dur, dayan. Neynirsən, nə söyürsən? Deyirsən, axirət günü gəldiyin zaman, sənin etdiyin kiçik günahın, Həccacın etdiyi böyük günahdan sənin üçün daha əzəmətli görsənəcək. Yəni, qiyamət gün gəlib. Mənim etdiyim kiçik günahım mənim üçün böyük dərddir, əzab şeydir, yəni müsibətdir, əzəmət. Yoxsa Həccacın etdiyi böyük günahı mənim öz günahımdır. Düzdür, kiçik də olsa, böyük də olsa mənim günahımdır. Yəni, Həccacın günahında mənə bir şey var, qardaş. Mənim kiçik günahım, onun böyük günahlardan mənə daha əzəmətli. Ay Allah, bu nədir mən eləmişəm? Bəlkə bu dünya deyirəm ki, kiçik bir günah idi, adi bir şey elədim də Allah bağışlasın. Belə deyirik, düzdür, kiçik günahlara belə baxırıq da. Amma qiyamət gün vallahi belə baxmayacaq. Ya Rab, bu nədir? Allahım, bu nədir mən eləmişəm? Kiçik günaha belə baxacaq. Bir sənin kiçik günahın qiyamət günü Həccacın etdiyi böyük günahdan sənin üçün daha əzəmətli görsənəcək. Və deyir, Allah Taala da deyir, hikmət sahibidir, hökm sahibidir, adildir. Həccacdan alacaq, zülm etdiyi kəslərə bir-bir verəcək. Məzlumun haqqı var axı. Və deyir, Həccac üstündədir, onlardan alıb bir-bir verəcək. Yəni, başa düşür, Həccac zalim olub, zülm etdiyi insanlara bir-bir alıb, Allah Taala verəcək. Həccacdan verəcək, sahabları kimə yüklənəcək? Məzlumlara. Amma Həccac üçün də alacaq, Allah adildir axı. Nə olsun zalimdir, sən ona zülm elədin də. Və Həccac üçün də alacaq və onlardan bir-bir götürüb Həccac üçün də verəcək. Və ona görə deyir, başqa bir kişini söyməklə deyir, özü məşhur eləmə. Qardaş, özü məşhur eləmə kimsə söyməklə, təklir eləməklə, qeybət etməklə və s. Öz günahları var yəni. Kiçik günahın sənin üçün daha əzəmətli olacaq, nəyə ki, filan kəsin böyük günahı. Gör, necə hikmətli sözlərdir, qardaş, necə nəsiyyətli, necə moizədir. O belə şeylər eşlədə insan düzəlir. Yoxsa biz hər dəfə uzaqlaşanda eləyəndə, cəmaatdan uzaqlaşmanın üçün faydası az olur. Düzü, təsirləri, mənfi təsirlər çox olur. Ona həmişə deyirəm ki, qardaşlar, çalışın, bir yerdə olun, dərslərdə iştirak edə bilməsən, ən azı aç qulaq az. Vallahi, hamısı faydadır. Fayda var. Yəni, bugün bizim qardaşların tələbələri, Allah hamısı bərəkət versin, dərslərdə böyük faydalar var. Tələbələrə qulasmırlar, gedirlər xaricəklərə qulasır. Qardaş, bu nə danışmadır ki, o danışır. Yəni, nə isə hər mövzuda var da, şükür Allaha. Qardaş, qırağı niyə qasırsınız?
Sonra şübhəyə düşürlər, tanım adamı qulaq asır, qəlbinə bir şübhə düşür, nə bilim, fəsər və ilaxır. Gəl indi bunu düzəlt, sağalt, müalicə elə. Belə salih insanların nəsihətlərinə qulaq asmaq lazımdır, qardaşlar. Görsən, Muhammed ibn Sirin kimi, İyas ibn Muaviyə, Malik ibn Ənəs, İmam salih bəndələr olub, alim insanlar olublar. Bunların nəsihətlərində xeyir və bərəkət vardır.